Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Biz keçən dərsimizdə iş hovuz məsələlərinin 50-yə qədər izahlarına baxmışdıq. Gəlin bu günləri 51-ci sualdan başlayaq testlərimizi həll eləməyə. Gəlin görək 51-ci sualda nə deyir? Dərzi paltarı 6 saata, şagirdi 12 saata tikir. Dərzi ilə şagird 4 paltarı neçə saata tikər? Bax, dərzi var, bir də bunun şagirdi var. Dərzi nə edir? Dərzi bax, bu 6 saat ərzində nə edə bilir? Bir paltar tikə bilir. Bəs şagirdi nə edir? 12 saat ərzində bir dənə paltar tikə bilir. Biz nə demişdik? Zamanlarına ortaq bir ədəd müəyyən edəcəyik. 6 ilə 12-yə ortaq olan ədəd hansıdır? Elə 12-nin özüdür. Dərzi 6 saata bir paltar tikirsə, bəs 12 saat ərzində nə qədər tikəcək? 12-ni 6-ya bölərəm. 2, 1-ə vuracam 2 dənə. Deməli, 12 saat ərzində 2 paltar tikir. İndi baxıram ki, ikisinə, bax, dərzi ayrılıqda 12 saata 2 paltar tikə bilir, şagirdi isə 12 saat ərzində 1 paltar tikir. İkisinə bir yerdə 12 saata neçə dənə paltar tikəcəklər? 3 dənə paltar tikəcəklər. Bəs 4 paltarı nə vaxtda tikərlər? X-a tikmiş olarlar. Çarpaz vururduq bu tipli məsələləri. 3-ü vuracam X-a. 3X eləmiş olacaq. 4-ü də 12-yə vuracam. 48 eləyəcək. X də bərabər olacaq 16-ya. Düzgün cavabımız olacaq C variantı. Deməli, 16 saata tikib təhvil verə bilərlər. Bu oldu 51-ci sualımız. İndi baxaq 52-ci sualımıza. 52 dənə deyir. 10 fəhlə bir işi birlikdə 12 günə görür. Eyni işi 15 fəhlə neçə günə görər? Bax, yenə də yazırıq burada. 10 fəhlə nə edə bilir? 12 günə görə bilir. Bəs 15 fəhlə bunu nə vaxta görər? X-ə görər. Gəlin görək, tərs asılıdır yoxsa düz asılıdır. Keçən dərsimizdə danışmışdıq. İşçi ilə zaman tərs asılıdır. İşçi sayı çoxalanda zaman azalırdı. İşçi sayı azalanda zaman çoxalırdı. Burada baxıram ki, işçilər əvvəl 10 nəfər idi, sonra 15 nəfər oldu. Demək, nə olmalıdır? Zaman daha az gedəcək burada. Tərs asılıdırlar. Onda qarşı-qarşıya vuracam. 15-i X-ə vuracam. 15-i X eləmiş olacaq, bərabərdir. Onu da 12-yə vuracam, 120 eləyəcək. X də bərabər olacaq. 120 gətirib 15-ə böləcəksiniz, 8 tapmış olacaqsınız. Düzgün cavabımız olacaq C variantı. Bu oldu 52-ci sualımız. İndi baxaq 53-cü sualımıza. 53 dənə deyir. 8 fəhlə bir işi 9 saata qutarır. İşin miqdarı 2 dəfə artırıb, fəhlə sayını 3 dəfə artırsaq, iş neçə saata təhvil verir? Baxırıq ki, fəhlə sayı da verilib 53 nömrəlidə. 9 saata da işi görürlər. Amma işimiz yoxdur. Gəlin özümüzdən bir iş təyin edək. Baxın, 8 fəhləmiz var. 9 saat işləməklə tutaq ki, 2 hissə işi görə bilirlər. 2 manat deyək, 2-yə bərabər olaraq nəsə bir ədəd deyək. İşi 2 olaraq təyin edək. Özümüzdən xəyali ədəd olaraq. Deyir indi, işin miqdarını 2 dəfə artır. Bəyəkləri iş 2 idi. 2 dəfə artırsan, bu dəfə işimiz 4-dən ibarət olacaq. Fəhlə sayını 3 dəfə artır. Fəhlə bəyəkləri sayı 8-ə bərabər idi. İndi 3 dəfə artırsan, fəhlə sayı olacaq 24. Bəs bunu neçə saata təhvil verirlər? X saata. Bu tipli məsələdə nəyə fikir verirdim? Baxırdım ki, iş var yoxsa yox. Baxırıq ki, bəli, burada iş var. Bəyəkləri 2 hissə iş görürdülər, indi 4 hissə iş görürlər. İş olan məsələləri hansı qaydada vururduq? Bax, bu şəkildə bir-birinə vurmalıydım. 24-ü X-ə və 2-yə vuracam. Eləcə 48X bərabər olacaq. 8-i 9-a vuracam. 70-i 70-ni də getirib vuracam 4-ə. Bu deyiləcək 288. X nəyə bərabər olacaq? 288-i də getirib böləcəm. 48-ə bu deyiləcək 6. Cavabımız olacaq, deməli, nə edərlər? 6 saata təhvil verə bilərlər. Bu oldu. Bu məsələmiz 53 nömrəli. İndi baxaq 54 nömrəli. 54 nömrəlidə nə deyir? 12 fəhlənin gündə 6 saat işləməklə 12 günə yerinə yetirdiyi işi neçə fəhlə gündə 8 saat işləməklə 9 günə yerinə yetirərlər? Bax, verilənləri yazırıq burada. 12 fəhləmiz var. 6 saat işləməklə 12 günə yerinə yetirirlər. Sonra deyir ki, yerinə yetirdiyi işi neçə fəhlə? Bayaq 12 fəhlə var idi, indi fəhlə sayı yoxdur. Fəhlənin altına yazıram X. Bilmirəm neçə nəfərdir. 8 saat işləməklə 9 günə təhvil verərlər. İndi baxıram ki, bu tiplərdə iş var yoxsa yox. Baxıram ki, iş yoxdur. 12 fəhlə sayıdır. 6 saatdır, zaman vahididir. 12 də gündür, zaman vahididir. Burada iş yoxdur. İş olmayan məsələ nə edirdim? Sadəcə olaraq qarşı-qarşıya vurmalıydım burada. 8-i X-ə vuracam. 8X, 9-a vuracam. 72X eləmiş olacaq buradan. Bərabərdir. 12-ni 12-yə vuracam. Bax, burada 12-ni vurarıq. 12-yə vurarıq 6-ya. Bax, burada baxıram ki, 12 vur 6, 72 eləyəcək. Bu 72 X-a gələcək. X də bərabər olacaq 12. Cavabımız olacaq C variantı. Deməli,
12 günə yerinə yetirmiş olarlar burada. Baxaq indi, daha doğrusu 9 günə təhvil verənsə fəhlə görə bilər burada. Burada fəhlə sayı soruşur. Deməli 12 fəhlə bu işi yerinə yetirə bilər burada. Bu haqda danışdıq. Lövhəmizi təmizləyək və baxaq növbəti məsələmiz. 55 nömrəli məsələdə deyir ki, birinci dərzi 3 gündə 7 ton. İkinci dərzi isə 5 gündə 3 ton tikə bilir. İkisi birlikdə 176 ton neçə gündə tikə bilərlər. Yenə bax yazıram burada birinci dərzi, burada yazıram ikinci dərzi. Birinci dərzi nə edir? 3 günə 7 dənə don tikə bilir. İkinci dərzi nə edə bilir? 5 gündə deməli 3 dənə don tikə bilir. Nə demişdik? Bunların günlərinə ortaq ədəd müəyyən həll edirdik. 3 gündən 5 günə ortaq ədəd 15 gündür. Bax, gətirib yazacağım burada 15 gün. İndi baxıram ki, 15 günə bəs nə qədər görəcəklər? 15-i böləcəm 3-ə 5, 5-i 7-yə vuracam, 35 eləmiş oldu burada. Burada 35 eləyəcək. Gətirəcəm yenə burada 15 gün yazacam. Bəs bu 15 günə nə qədər gələcək? 15-i 5-ə böləcəm. 3, 3-ü də 3-ə vuracam. 9 eləmiş olacaq burada. Bu da 9 hissə iş görmüş olacaq burada. İndi hər ikisinin 15 günə gördüyünə baxıram. Bu 15 günə 35 görə bilir. Bu isə 15 günə 9 görə bilir. İkisinə bir yerdə 15 günə nə qədər iş görə bilirlər? 35-in üzərinə gələcəm 9-u. Bu eləyir 44. Bəs bizdən nə soruşur? 176-nı bəs neçə günə görmüş olarlar? X günə görərlər. Çarpaz vuracaq bunları. Demişdik ki, çarpaz işdə vuracaq. 44x-ə vuracam. 44x eləmiş olacaq bərabərdir. Sonra 15-i də aparıb vurmalıyım 176-ya. Bunları da vursam 2640 eləmiş olacaq. X nəyə bərabər olacaq? 2640-ı gətirib böləcəm. 44-də bu da eləyəcək 60. Düzgün cavabımız olacaq 60. Bu da A variantında verilmişdir. Bu qədər sadə. Günlərinə, zamanlarına ortaq ədəd müəyyən edərək, bax bu məsələlərimizi rahat şəkildə həll eləyə bilərsiniz. Bu haqda danışdıq, baxaq 56 nömrəliyə. Nə deyir 56? 3 usta 10 gündə 8 detal hazırlayırsa, 5 usta 3 gündə neçə detal hazırlayır? Bax, yenə verilənləri yazıram. 3 ustamız var. 10 gün işləməklə nə edirlər? 8 detal hazırlayırlar. 5 usta 3 gündə neçə detal hazırlayır? X detal hazırlayır. Baxıram ki, burada iş var yoxsa yox. Baxıram ki, bəli, iş var. Birində 8 detal hazırlayırlar, birində isə X. Yəni, tapacağımız ədəd qədər hazırlayacaqlar da iş var burada. İş varsa hansı qaydada həll edirdik? Bax, bu şəkildə bir-birinə vurmalıydı. 3-ü 10-a vuracam, 30, X-ə vuracam, 30X eləmiş olacaq, bərabərdir. Deməli, 5-ü 3-ə vuracam, 15, 8-ə də vuracam, bu deyəcək 120. X nəyə bərabər olacaq? 120-ni gətirib böləcəm. 30-a bu deyəcək 4. Deməli, neçə günə görmüş olacaqlar? Daha doğrusu, neçə detal hazırlamış olarlar? Cavabımız olacaq C variantı 56 nömrəlidir. Neçə detal hazırlayarlar? 4 dənə detal hazırlamış olacaqlar burada. Bu belə, baxaq indi növbəti məsələmizə. 57 nömrəli məsələmizdə görə bizə nə deyir? Deyir ki, 4 krant hovuzu 13 saata doldurur. Hovuzun yarısını krantlardan ikisi neçə saata doldurar? Bax, yenə yazıram burada. 4 krantımız var. İş görənlər krantlardır. 13 saata bu hovuzu verməyiblər bizə tutumunu. Biz də hovuzun tutumunu məsələn deyirəm ki, 4-ə bərabərdir. Özümüzdən xəyali ədəd olaraq müəyyən edirik. Bax, 4 oradan gəlir. Xəyali ədəd olaraq müəyyən edirəm. Sonra deyir ki, hovuzun yarısını, bax, hovuzu bayaqlar 4 təyin etdik. Tutaq ki, 4 ton su tutur. Məsələn deyirəm, xəyal ədəd olaraq. İndi yarısını deyirsə 2 ton olacaq da. Hovuzun yarısını krantlardan ikisi nə vaxtda doldurar? X saata doldurmuş olacaq. Bilmirəm də nə vaxtda doldurur. X deyirəm. İş var, bəli, bayaqlar 4 ton sudan danışırdım. İndi 2 ton sudan danışıram. Bəli, işimiz var. İş olan məsələləri hansı qaydada həll edirdim? Bax, bu şəkildə bir-birinə vurmalıydım. 2-ni X-ə vuracam, 4-ə vuracam. Eləcək 8X bərabərdir. 4-ü 13-ə vurmalıyam və 2-yə vurmalıyam. 4-ü vuraram, 2-yə vuraram, 13-ə. Bax, bu 4 2-ni 8 eləyəcək. Bu 8-ni X-ə eləyəcək. X bərabər olacaq 13-ə. Düzgün cavabımız olacaq. Deməli, hansı variant? Düzgün cavabımız olacaq C variantı. Bu haqda da danışdıq. Baxaq indi növbəti məsələmizə. Görək növbəti məsələdə bizə nə deyir? 58 nömrəli məsələdə. Deyir ki, usta 5 gündə 12 stol, şagirdi isə 20 gündə 14 stol hazırlayır. İkisi birlikdə 620 stolu neçə gündə hazırlayar? Yenə yazıram. Bax, burada usta var. Burada isə şagirdinə danışırıq. Usta 5 günə nə edə bilir? 12 dənə stol düzəldə bilir. Bəs şagirdi nə edir? Şagirdi isə 20 günə
neçə dənə hazırlaya bilir? 14 dənə stol hazırlaya bilir. Mən günlərinə ortaq ədəd müəyyən edirəm. 5 ilə 20-yə bölünədə elə 20-dir. Onda gətirib bax burada yazaram i20. Bəs bu i20 günə nə qədər iş görəcək? 20-ni bölərəm 5-ə. 4 eləyir. 4 12-yə vuracam. Eləcə 36. Deməli 48 eləmiş olacaq burada. Burada 48 hazırlayacaq. 20-ni 5-ə böldüm. 4 elədi. 4 12-yə böldüm. 48 elədi. İkisinə bir yerdə bəs nə qədər hazırlamış olacaqlar? Onda hər birisinin ayrı-ayrıda baxaq. Bax, usta 20 günə 48, bu isə 20 günə 14 dənə hazırlamış olacaqlar. Bunlar toplasam, ikisinə bir yerdə 20 günə 48 ilə 14 toplasam 62 eləyəcək. 62 dənə hazırlaya bilirlər. Bəs deyir, 620 dənəni nə vaxtda hazırlayarlar? X-ə hazırlayarlar. Çarpaz vuracam yenə. Bax, bu şəkildə çarpaz vuracam. 62-ni X-ə vuracam. 62 X eləyəcək bərabərdir. 620-ni də vuracam 20-yə. 62 ilə 620 X ara getsə, burada qalacaq 10. Onu da X-ə vursam, deməli 20-yə vuracam burada, 10 20. Bu da eləyəcək 200. X nəyə bərabərdir? X də bərabərdir 200-ə. Cavabımız olacaq 200, bu da oldu 58 nömrəli məsələmiz. İndi baxaq 59 nömrəli məsələmizə görə 59 nömrəli məsələdə bizə nə deyir? Qəlfəni təmizləyək, baxaq 59-a. Deyir ki, 15 stolu 6 işçi 8 saata düzəldirsə, 20 stolu 4 işçi neçə saata düzəldər? Bax, yenə yazıram, işçidən danışaq. 6 işçimiz var. 8 saata nedir? 15 dənə stol düzəldə bilir. 20 stolu, stolun altında yazılır. 4 işçi neçə saata görər? X saata. Baxıram ki, bu tiplərdə iş var, yoxsa yox. Baxıram ki, bəli, iş var da, stol düzəltmədən danışırlar. İş var idisə, hansı qaydada həll edirdik? Bax, bu şəkildə həll edirdik. 4x-ə vursam 4x eləyəcək, 15-ə vursam 60x eləyəcək. Bərabər olacaq burada. 6-nı 8-ə vursam 48 eləyəcək, 48-i də 20-yə vursam 960 eləmiş olacaq. X nəyə bərabər olacaq? 960-ı gətirib böləcəksiniz 60-a. Bu da eləyəcək 16. Deməli, 59 nömrəli məsələmizdə düzgün cavabımız olacaq 16. Bu da A variantında verilmişdir. Bu haqda danışdıq. Baxaq indi 60 nömrəli məsələmizə. Görək 60 nömrəli məsələmizdə bizə nə deyir burada? 60 nömrədə də deyir ki, bir şagird 3 saata 40 tapşırıq, digər şagird isə 5 saata 80 tapşırıq işləyir. İkisi birlikdə 176 tapşırığa neçə saata işləyərlər? Yenə bayaqki tipdəki kimidir. Yenə yazıram. Bax, birinci şagird yazaq bura. Nə edir? 3 saata 40 dənə tapşırıq əldə edə bilir. Digər şagird, yəni ikinci şagird isə nə edir? 5 saata 80 dənə tapşırıq əldə edir. 3 ilə 5-ə ortaq ədəd müəyyən edirəm. Bu da neçədir? Bu da 15-dir. Gətirib yazaram bura. 15 saata. Nə qədər görəcək? 15-i 3-ə bölsəm 5 eləmiş olacaq. 5-də 40-a vursam 200 eləyəcək. Bu 200 dənə detal hazırlamış oldu. İkincisilə də gətirib 15 saatı yazaram. 15-i bölərəm 5-ə 3. 3-ü 80-ə vursam 240. Bu 15 saata 200 dənə hazırlayıb, bu 15 saata 240 dənə hazırlayıb. İkisinə bir yerdə 15 saata neçə dənə hazırlayacaq? Onda 200 ilə 240-ı toplayacam. 440 dənə detal hazırlayarlar. Deməli, ikisinə bir yerdə 15 saata 440 dənə detal hazırlayırlar. Bəs 176 dənə detalı nə vaxtda hazırlayarlar? X hazırlayarlar. Yenə çarpaz vuracam. Olacaq 440x bərabərdir. 15-i də vuracaqsınız 176-ya. Bunu da həll eləsək, x bərabər olacaq 6-ya. Demək, düzgün cavabımız hansı olacaq? Düzgün cavabımız olacaq 60-da C variantı. Bu haqda da danışdıq. Baxaq növbəti məsələmizə. Görək növbəti məsələmizdə bizə nə deyir? Baxırıq 61-ə. 7 fəhlənin 12 günə yerinə yetirdiyi bir işi neçə fəhlə 14 günə yerinə yetirir? Bax, yenə yazıram. 7 fəhlə nə vaxtda görür? 12 günə görür. 14 günə görməsindən ötürü bizə neçə fəhlə lazımdır? Bu şəkildə x-i yazmış olacaq. İndi baxıram ki, burada düz asılıdır, yoxsa tərs asılıdır? Baxırıq ki, bax, zaman çoxalıb. Əvvəl 7 fəhləmiz vardı, 12 günə görürlər. Amma indi 14 günə görürlər. Deməli, nə olub burada? Fəhlə sayı azalıb ki, günümüz çoxalıb da. İşləmə müddəti nə olub? Çoxalmış olub. Tərs asılıdırlar. Fəhlə sayı azalanda nə olurdu? Gün çoxalırdı. İşçi ilə zaman tərs asılı idi. Tərs asılar isə qarşı-qarşıya vururdu. 14-ü x-ə vuracam. 14-ü x eləmiş olacaq burada. 7-ni də vuracam 12-yə. Bu deyiləcək 84. X nəyə bərabər olacaq? 84-ü gətirib böləcəksiniz. 14-də bu deyiləcək 6. Düzgün cavabımız olacaq C variantı. Bundan da danışmış olduq. Baxaq indi növbəti məsələmizə.
Lövhəmizi təmizləyək. Baxaq 62 nömrəli məsələmizə. 62-də nə deyir? 3 fəhlə bir işi 25 günə qurtarır. 5 fəhlə həmin işi 2 dəfə yavaş sürətlə neçə günə qurtarar? Baxırıq ki, burada gün ərzində nə qədər işləyiblər, onu verməyiblər. Yəni 3 fəhlə 25 gün işləyiblər. Bu 25 günün hər günündə neçə saat işləyiblər? O bizdə yoxdur. Onu xəyali ədəd olaraq müəyyən edəcəyik. Bax 3 fəhləmiz var. Neçə saat işləyiblər? Gün ərzində bilmirəm. Deyirəm ki, 4 saat işləyiblər. 4 hardan gəldi? Özümüzdə xəyali ədəd müəyyən etdik də. Gün ərzində bu 25 günün hər birisində neçə saat işləyiblərsə onu bilmirəm. Deyirəm 4 saat işləyiblər. Və neçə günə bitiriblər? 25 günə bitiriblər. Deyir indi 5 fəhlə 2 dəfə yavaş sürətlə. Yəni bayaqlar 4 saat işləyirdilər, daha çox zaman sərf edirdilər, daha tez işləyirdilər. Bu dəfə 2 dəfə yavaş sürətlə, yəni daha az işləsinlər. 4-ü 2-yə bölərəm, yəni 2 saat işləsinlər. Daha az zaman sərf eləsinlər. Bilirik də, daha çox zaman sərf eləyəndə işimiz daha tez bitir, az zaman sərf eləyəndə işimiz daha gec bitəcək. Yəni burada 2 dəfə yavaş sürətlə işləsinlər. Bəs neçə günə bitirirlər? X günə bitirmiş olacaqlar. Baxırıq ki, iş var. Baxıram ki, burada iş yoxdur. İş olmayan məsələləri nə edirdim? Sadəcə qarşı-qarşıya vururdum. 5-i 2-yə vuracam, 10, x-ə vuracam. 10x eləmiş olacaq, burada bərabərdir. 3-ü 4-ü 12-yə, 25-ə vursam, 300 eləmiş olacaq, x də bərabər olacaq 30-a. Deməli, düzgün cavabımız olacaq C variantı. Bu məsələdən də danışdıq. Baxaq növbəti məsələmiz. Baxırıq indi 63 nömrəli məsələyə. Bir fəhlə bir işin 5də 2 hissəsini 12 saata görərsə, bütün işi neçə saata görər? Yəni, bax, işimiz 5 hissədən ibarət. Bax, gəlin, bunu şəkil çəkilib deyim. Bax, bir işimiz 5 hissədən ibarətdir. 1 olsun, 2 olsun, 3, bu da 5. Bu nə idi? Bax, bunun 2 dənə hissəsini nə edib? 12 saata görüb. Demək, bir hissəsini 6-ya görüb, digər hissəsini də 6 saata görüb. Demək, nə olub? 2 hissəyə 12 saat vaxt sərf edib. Bütün işi neçə saata qurtarar? Yerdə qaldı, bax, 5 dənədən ikisini görübsə, yerdə qaldı 5 dənədən 3-ü. Və bu hissələrin hər birisinə 6 saat zaman sərf edirsə, burada 6 saat zaman sərf edir, burada 6 saat zaman sərf edir, burada 6 saat zaman sərf edir. Neçədən olacaq? 5-i vuraram. 6-ya 30 saat zaman sərf eləmiş olacaq. Düzgün cavabımız olacaq E variantı. Bu da oldu 63 nömrəli məsələmiz. İndi baxaq 64 nömrəli məsələmizə. 64-də nə deyir? Bir işi 9 işçi gündə 4 saat işləməklə 12 günə yerinə yetirərsə, eyni işi 24 işçi gündə 3 saat işləməklə neçə günə yerinə yetirərlər? Bax, verilənləri yazaq. 9 işçimiz var. 4 saat işləməklə nə edib? 12 günə görə bilirlər. 24 işçi 3 saat işləməklə neçə günə yerinə yetirərlər? X günə yerinə yetirərlər. Baxırıq ki, burada iş var, yoxsa yox. Baxıram ki, işimiz yoxdur burada. Onda nə edəcəyik? Qarşı-qarşıya vurmalıyam bunları. 24-ü 3-ə vursam, x-ə vursam 70x eləmiş olacaq, bərabərdir burada. 9-u da 4-ə vursam 36 eləmiş olacaq burada. 36-nı da aparıb vuracam 12-yə. Bu derəcə 432. X nəyə bərabər olacaq? 432-ni gətirib böləcəm 72-yə. X də bərabər olacaq 6-ya. Deməli, nə vaxtda görərlər? 6-ya görüb bitirmiş olarlar. Bu da oldu 64 nömrəli məsələmiz. İndi baxaq növbəti məsələmizə. 65 nömrəli məsələmizdə. 65-də də deyir ki, 5 nasos hovuzu 1 saata doldurur. Hovuzun 15 dəqiqə dolması üçün nasosların sayı neçəyə qədər artırılmalıdır? Bax, 5 nasosumuz var. 1 saata görürlər. 15-i dəqiqə ilə verdiyinə görə mən bu 1 saatı dəqiqə ilə yazaram. Yazaram 60 dəqiqə. 5 nasos 60 dəqiqə görür. Bəs 15 dəqiqəyə dolmasından ötürü bu nasosların sayı neçə olmalıdır? X olmalıdır. X-ə bərabər olmalıdır. İndi nəyə fikir verəcəyik? Tərs asılıdır, yoxsa düz asılıdır? Ona fikir vermək lazım. Baxıram ki, təbii ki, tərs asılıdır. Bax, zaman azalıbsa nə olmalıdır? İşçilərin sayı çoxalmalıdır. İşi görənlərin sayı çoxalmalıdır. 60 dəqiqə görürlərsə, indi 15-ə enibsə, zaman azalıbsa, işçi sayı çoxalmalıdır. Deməli, nə olmalıdır? Qarşı-qarşıya vuracaq. Tərs asılıdır. 15-i x-ə vuracam. 15x eləcə bərabərdir. 5-i də vuracam 60-a. X də bərabər olacaq. Deməli, gətirib bunları bir-birinə bölməliyəm. 5-i 60-a vuranda 300 eləyir. 15-i də böləndə 20 eləmiş olacaq burada. Cavabımız olacaq C variantı. Bu da oldu 65 nömrəli məsələmiz. Bundan danışdıq. Baxaq 66 nömrəli məsələmizə. 66-da nə deyir? Kitabxana üçün kitab cildləmək lazım idi.
Emalatxanalardan biri kitabları 10 günə, digərisi 15 günə cildləyə bilir. Emalatxanalar birlikdə kitabları neçə günə cildləyir? Bax, bura yazıram birinci, burada yazıram ikinci emalatxana. Birincisi nə edir? 10 günə görə bilir. İkincisi isə 15 günə görə bilir. Mən bu 10 ilə 15-ə ortaq bir ədəd müəyyən edirəm. Buna xəyali bir ədəd də deyə bilərsiniz. 10 ilə 15-ə bölünən ən kiçik ədəd 30-dur. Tutaq ki, deyirəm 30 kitabımız var. Bu 30 kitabı, bax, birinci emalatxana 10 günə görür. 30 kitabı 10 günə cildləyə bilirsə, bir günə nə qədər kitab cildləyə bilir? 30-u gətirib bölərəm. Ona eləcə 3 dənə. Günə 3 dənə kitab cildləyə bilir. İkinci emalatxana isə bu 30 kitabı 15 günə cildləyir. Bir günə neçə dənə kitab cildləyir? 30-u 15-ə bölərəm, 2 dənə kitab bu cildləyir. Deməli, bir günə birinci emalatxana 3 kitab cildləyə bilir. İkinci emalatxana isə bir günə 2 dənə kitab cildləyə bilir. Bəs bunlar ikisi bir yerdə bir günə cəmi neçə dənə kitab cildləyə bilir? 5 dənə kitab cildləyə bilirlər. İkisinə bir yerdə bir günə 5 kitab cildləyirlərsə, bəs 30-u nə vaxtda cildləyərlər? 30-u da gətirib bölərsiniz 5-ə, cavabınızı taparsınız 6. Demək, cavabımız neçə olacaq? Cavabımız olacaq 6 günə bu işi görmüş olacaqlar. Bu qədər sadə. Xəyal ədəd müəyyən edirik. Bax, bu tipli məsələlərimizi daha rahat şəkildə həll eləmiş olacağıq. Baxırıq 67 nömrəliyə. 67-də nə deyir? Rasim 6 günə tapşırığı yerinə yetirir. Ceyhun isə 3 gündə bu işin yerinə yetirir. Onlar birlikdə bu işin öhdəsinə neçə günə gələrlər? Bax, yenə verilənləri yazıram. Bax, Rasim var, bir də Ceyhun var. Rasim 6 günə görə bilir. Ceyhun isə bu işi 3 günə öhdəsinə gələ bilir. Onlar birlikdə bu işin öhdəsinə neçə günə gələrlər? Bax, 6 ilə 3-ün hər ikisinə bölünən bir ədəd müəyyən edirəm. Bu da olsun 6. Məsələn, deyirəm 6 manat pul qazanırlar. Bu Rasim bu 6 manatı 6 günə qazanır. Bir günə nə qədər pul qazanır? 6-nı 6-ya bölərəm 1 manat. Günə 1 manat pul qazanır. Ceyhun isə bu 6 manatı 3 günə qazanır. Bir günə nə qədər pul qazanır? 6-nı 3-ə bölərəm 2 manat. Deməli, günə 1 manat Rasim qazanır, 2 manat Ceyhun qazanır. İkisinə bir yerdə bir günə nə qədər pul qazanırlar? 3 manat pul qazanırlar. Bəs 6 manatı nə vaxtda qazanırlar? 6-nı da bölərsiniz 3-ə, eləyər 2. Deməli, 2 günə qazanıb bitirmiş olarlar. Bu da oldu 67 nömrəli məsələmiz. İndi baxaq 68 nömrəli məsələmizə. 68-də bizə nə deyir? 68-də də deyir ki, boş hovuzu dolduran 2 borudan biri 4 saata, o birisi 12 saata doldurur. 2 boru birlikdə açılsa, neçə saata hovuzu doldurarlar? Yenə yazıram bura birinci boru, burada yazıram ikinci boru. Birinci boru nə edir? 4 saata görə bilir. İkinci boru isə 12 saata görə bilir bu işi. Yenə 4 ilə 12-yə ortaq bir ədəd müəyyən edirəm. 4 ilə 12-yə bölünən ədəd 12-dir. Bu 12-ni 12 tutaq ki, ton su tutur. Birinci boru nə edir? Bax, bu 12 tonluq, məsələn deyirəm 12 ton. 12-ni nə vaxta görə bilir? 4 saata görə bilir. Onda 1 saata nə qədər su vura bilir? 12-ni 4-ə bölərəm, 3 eləyəcək. İkincisi isə bu 12 tonu 12 saata görə bilir. Bəs 1 saata nə qədər iş görür? 12-ni 12-yə bölərəm, 1 elədir. Bəs bunlar ikisi birlikdə işləsələr, 1 saata bu hovuza nə qədər su vura biləcəklər? 3 ilə 1 toplasam 4 ton su vura bilirlər. Bax, hovuzumuzda 12 təyin etmişdik. 12-ni nə vaxta görərlər? 12-ni də gətirib bölərsiniz 4-ə, cavabımızı tapacaqsınız 3. Bu da olacaq C variantı. Bu qədər sadə. Baxırıq növbəti məsələmizə. Baxırıq 69 nömrəli məsələyə. Nə deyir? Deyir ki, A borusu boş hovuzu 5 saata doldurur, B borusu isə eyni hovuzu 10 saata boşaldır. Hovuz boşkən 2 boru eyni anda açılsa, hovuz neçə saata dolar? Bax, yenə yazıram A borusu, burada yazıram B borusu. A borusu 5 saata doldurur. B borusu isə 10 saata boşaldır. Yenə 5 ilə 10-a ortaq bir ədəd müəyyən edirəm. Bu 10-dur. Tutaq ki, hovuzumuz 10 ton su tutur, məsələn deyirəm. A borusu bunu təklikdə 5 saata doldurur. Bəs 1 saata nə qədər iş görür? Onu bölərəm 5-ə 2. İkinci boru isə, bax, bu dolu olan vəziyyətdə nə edir? Bu 10 tonluq suyu 10 saata boşaldır. 1 saata nə qədər su boşaldır? Onu ona bölsəm 1 eləyəcək. Bax, bu doldurur deyə toplama yazıram, bu boşaldır deyə çıxma yazıram. Demək, 1 saat ərzində tamamında hovuza 2 ton su gedəcək və A borusu vasitəsilə. B borusu vasitəsilə isə onun 1 tonu boşalacaq su. İstifadə olunacaq. 1 saatın tamamında hovuzda nə qədər su qalacaq? 2-dən 1 çıxsa qalacaq 1 ton su.
1 saatın tamamında hovuzda 1 ton su qalır. Bəs hovuza da 10 demişdi axı. Bəs hovuzun özünü, onun bəs nə vaxtda görürlər? Onda 10-u bölərsiniz 1-ə, bu da eləyəcək 10. Cavabımız olacaq E variantı. Biri doldurur, biri boşaldır deyəndə mütləq bir-birindən çıxmalıyıq. Bu qədər sadə. Bu haqda da danışdıq. Baxaq növbəti məsələmiz. İndi baxırıq 70 nömrəli məsələmizə. Murad ilə Rasim işi birlikdə 6 günə yerinə yetirirlər. Eyni işi Murad tək başına 10 günə yerinə yetirirsə, Rasim bu işi tək başına neçə günə görər? Bax, Murad ilə Rasim ikisi bir yerdə nə edirlər? İşi 6 günə görürlər. Bu işi Murad tək işləsə, nə vaxta görəcək? Murad tək işləsə 10 günə görəcək. Yenə 6 ilə ona ortaq bir ədəd təyin edilib, tutaq ki, 30 manat pul qazanmaqdan danışırlar. Bu 30 manatı Murad ilə Rasim işləsə bir yerdə 6 günə qazanarlar. 6 günə 30 manat pul qazanırlarsa, bir günə nə qədər pul qazanırlar? 30-u bölərəm 6-ya, bu deyiləcək 5. Deməli, bir günə ikisinə 5 manat pul qazanırlar. Bu 5 manat nə Muradın deyil, nə də Rasimin deyil. İkisinin bir yerdə qazancıdır. Amma Murad tək işləsə bu işə, bu 30-u 10 günə görər. Bəs bir günə nə qədər iş görəcək? 30-u 10-a böləcəm, 3 eləmiş olacaq. Deməli, bu ikisinə 5 var idi, bu 5 ikisinə məxsus idi. Bu 5-in 3-ü təklikdə Muradın payıdır. Bəs Rasimin payına nə qədəsi qalır? 2 manatı qalır. Elə bir ki, ikisi bir yerdə işləyiblər 6 günə, hər günə ikisinə 5 manat pul qazanırlar. Və biz də tapdıq ki, bu hər günə qazanılan 5 manatın 3 manatı təkcə Muradın payıdan düşür. Bəs Rasimin payına nə qədəsi qalır? 5-dən 3-ü çıxaram 2 manat, deməli Rasim günə 2 manat pul qazanır. Günə 2 manat pul qazanırsa, 30-u nə vaxtda qazanır? 30-u da bölərsiniz 2-yə, bu da eləyəcək 15. Cavabımız olacaq E variantı. Bu da oldu 70 nömrəli məsələmiz. 70 nömrədən danışdıq. İndi baxaq 71 nömrəli məsələmizə. Görək 71 nömrəli məsələmizdə bizə nə deyir burada? 71 nömrəli məsələmizdə deyir ki, Fərid bir işi 3 günə, Ömər 6 günə, Ramin isə 8 günə yerinə yetirir. Üçü bir yerdə işləyəndə həmin işi neçə günə qutararlar? Bax, yenə yazıram. Fərid var, Ömər var, bir də Ramin var. Fərid nə edir? 3 günə görə bilir. Ömər 6 günə görə bilir. Ramin 8 günə görə bilir. Yenə bunların hər birisinə bölünən, hər birinə ortaq bölünəməyinidir. Yəni, bunlar hansı ədəd bölünür də? Ən kiçik. Baxıram, 3-ə, 6-ya, 8-ə bölünədə 24-dür. Məsələn, deyirəm, 24 manat pul qazanmaq lazımdır. Bu Fərid nə edir? Bu 24-ü 3 günə qazanır. Bir günə nə qədər pul qazanır? 24-ü 3-ə bölsəm 8 eləyəcək. Ömər isə bu 24-ü 6 günə qazanır. Bir günə nə qədər pul qazanır? 24-ü 6-ya bölsəm 4 manat pul qazanır. Bəs Rasim nə edir? Bu 24-ü 8 günə qazanır. Bir günə nə qədər pul qazanır? 24-ü 8-ə bölsəm 3 manat pul qazanır. Bəs üçünə bir yerdə nə qədər pul qazanırlar? Toplayaram. Yəni, bir gündə qazandıqlarını toplayaram. Bir günə Fərid 8 manat, Ömər 4 manat, Rasim 3 manat. Bir günə qazandıqlarını toplayaram. Bu nə qədər eləyəcək? 15 eləmiş olacaq burada. 15 oldu. Bəs 24-ü nə vaxtda qazanacaqlar? Onda 24-ü də gətirib bölərsiniz 15-ə. 15-ə böləndən sonra bunlar da 3-ə ixtisar getmiş olacaqlar. 3-ə ixtisar getsələr, burada qalacaq 5, burada da qalacaq 8. Deməli, 5-də 8-i görəcəklər. 71-də düzgün cavabımız olacaq. 5-də 8 bu da A variantında verilmişdir. Bu belə, baxaq növbəti məsələmizə. Bunları təmizləyək, baxaq 70-yə. 70-də nə deyir? Deyir ki, birinci boru hovuzu 8 saata, ikinci boru 4 saata doldurur. Başqa bir boru hovuzu 24 saata boşaldır. Üçü birdən açılsa hovuz neçə saata dolacaq? Bax, buraya yazıram birinci boru. Buraya yazıram ikinci boru. Burada yazıram üçüncü boru. Birinci boru 8 saata, ikinci boru 4 saata, üçüncü boru isə 24 saata bu işi görə bilir. Bunların hər birisinə bölünən bir ortaq ədəd müəyyən edirəm. Bu da olsun 24. Bu 24-ü birinci boru 8 saata görə bilir. 1 saata nə qədər görəcək? 24-ü 8-ə bölsəm 3 eləyəcək. İkincisi bu 24-ü 4 saata görə bilir. 1 saata nə qədər iş görür? 24-ü 4-ə bölsəm 6 eləyəcək. Üçüncüsü isə bu 24-ü 24 saata görə bilir. 1 saata nə qədər görəcək? 24-ü 24-ə bölsəm 1 eləyəcək. Bax, bunlar doldurur deyə toplayıram, bu boşaldır deyə çıxıram. Bu doldurmalar toplayaq. Bunlar hovuzda qalır. 9 litr deyək, 9 ton deyək. 1 saatın tamamında hovuza su gedir.
9 gedir. Amma saatın tamamında 1 litrini ne edir və ya da ki 1 tonu ne edir? 3-cü boru bu hovuzdan aparır. Yerdə nə qədər qalır? 8 qalmış olur. 1 saatın tamamında hovuzda 8 litr deyə, ton deyə 8-ə bərabər olan bir su tutumu qalır. Bəs 24-ü nə vaxtda doldurarlar? Onda 24-ü gətirib bölərsiniz 8-ə. Cavabımız olacaq 3. Bu da oldu 73 nömrəli məsələmizdə düzgün cavabımız olacaq E variantı. Bu belə baxaq növbəti məsələmizə görə növbəti məsələdə bizə nə deyir? 73-də. 73-də də deyir ki, birinci nasos boş hovuzu 10 saata doldurur. İkinci nasos 8 saata dolu hovuzu boşaldır. Eyni anda iki nasos açılsa boş hovuz neçə saata dolar? Baxıram ki, doldurma müddəti 10 saat. Boşaltma müddəti isə 8 saatdır. Sizcə bu hovuz dola bilər? Bax, bunu gəlin lori dildə izah edeyim. Bax, düşünün ki, siz 10 saata, tutaq ki, 5 manat pul qazanırsınız. Birisi isə sizin bu qazandığınızı 8 saata xərcləyə bilir. Sizcə sizin qazandığınızı 8 saata xərcləyə bilər? Gərək 10 saat tamam ola ki, siz 5 manat pul qazanasınız. Sonra bu gəlib bu 5 manatı alıb aparıb xərcləyə bilər. Siz 10 saata 5 manat qazandığınız müddətdə bu 8 saat tamam olacaq, gələcək ki, pulu ver. 5 manat ver, gedim xərcləyim. Siz də deyəcəksiniz, yaxı 10 saat olmadı, gələ mən 10 saat ola, tamam ola 10 saatın pulumu alam, verəm, sən aparıb xərcləyəsən. Ona görə də nə olacaq? Heç vaxtı bu hadisə baş verə bilməz. 10 saat tamam olmalıdır ki, siz 5 manat, məsələn deyirəm 5 manatdır. 5 manatı alasınız, sonra o adama verəsiniz ki, aparın xərcləyin. Niyə xərcləmə deyirəm? Biri doldurur, biri boşaldır. Elə bir ki, siz qazanırsınız, kimsə qazandığınızı xərcləyir. Hər 10 saatda siz 5 manat alırsınız. Bu isə hər 8 saatda nə edir? 5 manat pul xərcləyir. Siz 10 saat tamam olanda pul alırsınız. Bu 8 saat tamam olan kimi pul xərcləyir. Belə bir hal ola bilməz ki. Demək nə olacaq? Hovuz dolmaz. Bu hadisə bu şəkildə. Yadımızda qalsın. Doldurma müddəti gec, boşaltma müddəti tez olursa, heç bir vaxtda dolma hadisəsi baş verə bilməz. Baxırıq 74. 74-də bizə nə deyir? 74-də də deyir ki, Musa bir işi 20 günə, Səid isə bir işi 60 günə yerinə yetirir. Musa ilə Səid həmin işi 5 neçə günə görərlər. Bax, yenə yazıram Musa. Burada yazıram Səid. Musa nə edir? Bir işi 20 günə görür. Səid isə bir işi 60 günə görür. 60 ilə 20-yə bölünədir. Mən edirəm, bu ilə 60-ın özüdür. Daha ki, 60 manat pul qazanılmalıdır. Bu, məsələn deyirəm 60 manatdır. Ortaq ədəd mən edirəm, xəyali bir ədəd olaraq. Bu Musa, bu 60-ı 20 günə qazanır. Bir günə nə qədər pul qazanır? 60-ı 20-yə bölsəm 3 manat pul edir. Səid isə bu işi 60 günə, yəni 60 manatı 60 günə qazanır. Bir günə nə qədər pul qazanır? 60-60-a bölsəm 1 manat pul qazanır. Deməli, Murad bir günə 3 manat pul qazanır, Səid isə bir günə 1 manat pul qazanmış olur. Bəs ikisi bir yerdə bir günə nə qədər pul qazanırlar? 4 manat pul qazanırlar. İkisinə bir yerdə 4 manat pul qazanırlarsa, 60-ı nə vaxtda qazanırlar? 60-ı da gətirib bölərəm 4-ə. 15 günə qazanmış olacaqlar. Düzgün cavabımız olacaq 74-də D variantı. Bu da oldu 74 nömrəli məsələmiz. Baxaq 75 nömrəli məsələmizə. Bunları təmizləyib, baxaq 75-ə. Nədir 75-də? Məmməd divara 40 günə suvaq çəkir. Murad isə bu işin öhdəsindən 10 günə gəlir. Onlar bir işdə divara neçə günə suvaq çəkərlər? Yenə yazıram Məmməd. Bu isə Murad olsun. Burada isə Murad yazaq. Deməli, Məmməd nə iş görə bilir? 40 günə suvaq çəkə bilir. Murad isə bu işin öhdəsindən 10 günə gəlir. 40 ilə ona ortaq bir ədəd müəyyən edirəm. Bu olsun 40. 40 həm 40-a bölünür, həm də ona bölünür. Tutaq ki, 40 kvadrat metr ərazi, divar var və s. hər hansı var. 40-a bərabər olan bir iş təyin edirəm bunlara. Və bu 40 günə suvaq çəkir. Yəni 40-ı 40 günə görürsə, bir günə nə qədər iş görə bilər? 40-ı 40-a bölsəm 1 eləyəcək. Murad isə bu 40-ın öhdəsindən 10 günə gəlir. 40-ı ona bölsəm 4 eləyəcək. Bu bir günə 1-ə bərabər olan iş görə bilir. Bu isə bir günə 4-ə bərabər olan iş görə bilir. İkisinə bir yerdə bir günə nə qədər iş görürlər? 5 hissə iş görürlər. Bəs 40-ı nə vaxtda görürlər? 40-ı da gətirib bölərsiniz 5-ə. Bu da eləyəcək 8. Cavabımız olacaq E variantı. Bu qədər sadə. Bu haqda danışdıq. Baxaq növbəti məsələmizə görə növbəti məsələmizdə bizə nə deyir? 76 nömrəli məsələmizdə. 76-da da bizə deyir ki, 2 borudan biri hovuzu 9 saata doldurur, digəri isə 12 saata boşaldır. Bu 2 boru 5 dəstə hovuz neçə saata?
Yenə bax burada verilənləri yazıram. Bax burada birinci boru yazaram, burada yazaram ikinci boru. 2 borudan biri hovuzu 9 saata doldurur. Buraya yazıram 9. İkincisi isə 12 saata boşaldır. 12'ye yazdım. 12 ilə 9'un hər ikisinin bölündüyü bir ədəd müəyyən edirəm. Bu olsun 36. Birincisi nedir bu 36'nı? 9 saata görə bilir. 36'nı 9'a bölsəm 1 saata 4 hissə iş görə bilir. İkincisi isə bu 12'ni 36'ya görə bilir. 36'nı isə 12 saata görə bilir. 36'nı 12'ye bölsəm 3 eləmiş olacaq. İndi baxın, bu ne edirdi? Doldururdu. Toplama yazdım, bu boşaldırdı, çıxma yazdım. Bax, 1 saatin tamamında hovuza 4 litr su gedir. Həmin o saatin tamamında da ikinci boru vasitəsilə bunun 3'ü istifadə olunur. Nə qədər su qaldı? 4'dən 3 çıxsam 1 hissə su qalmış oldu. Bəs 36 nə vaxta doldurarlar? 36'nı da bölərsiniz 1'ə, bu deyiləcək 36. Düzgün cavabımız olacaq E variantı. Bu oldu 76. İndi baxaq növbəti məsələ. İndi baxırıq 77 nömrəli məsələmizə görə nə deyir? Vəli tək başına işi 12 günə, Əli ilə birlikdə isə bu işi 4 günə yerinə yetirirlər. Əli tək başına bu işi neçə günə yerinə yetirər? Bax yazıram burada. Vəli neçə günə görə bilir? 12 günə görə bilir. Bəs Əli ilə Vəli ikisi bir yerdə nə vaxta görə bilirlər? 4 günə görə bilirlər. Yenə 12 ilə 4'ü ortaq bir bölünə təyin edirəm. 12 ilə 4'ü bölünədə deyil 12'nin özüdür. Bax 12 işdir. Bu Vəli bu 12'ni 12 günə görür. Bəs bir günə nə qədər iş görə bilir? 12'ni 12'ye bölsəm 1 hissə iş görə bilir. Bəs Əli ilə Vəli ikisi bir yerdə bu 12'ni nə vaxta görürlər? 4 günə görürlər. 12'ni də 4'e bölərəm. İkisinə bir yerdə 3 hissə iş görə bilirlər. Bax, ikisinə bir yerdə gördükləri 3 hissə işin biri kimin payına düşür? Vəlinin payına düşür. Bəs Əlinin payına nə qədər düşür? 3'dən 1 çıxaram, 2 hissə də deməli Əlinin payına düşür. Deməli, Əli bir günə 2 hissə iş görə bilir. Bəs 12'ni nə vaxta görər? 12'ni də gətirib bölərsiniz 2'yə. Tapacaqsınız ki 6'ya görmüş olacaq. Düzgün cavabımız olacaq C variantı. Bu belə. Baxaq indi növbəti məsələmizə görə növbəti məsələdə bizə nə deyir? 78'də deyir ki, birinci nasos boş hovuzu 7 saata, digər nasos həmin hovuzu 5 saata doldurarsa, bu iki nasos 5'də hovuzu neçə dəqiqə doldurarlar? Bax, indi buradakı məsələmizdə bax. İndi yenə verilənləri bax, buraya yazıram. Birinci nasos, burada yazıram ikincisi. İkincisi buraya yazırıq. Birincisi 7 saata görə bilir. İkincisi isə 5 saata görə bilir. Yenə 7 ilə 5'i ortaq bölünə müəyyən edirəm. Bu 35'dir. Bu 35'i birincisi 7 saata görə bilir. 1 saata nə qədər iş görə bilir? 35'i 7'ye böləcəm 5 eləyəcək. İkincisi isə bu 35'i 5 saata görür. Birisi nə qədər 1 saata nə qədər iş görə bilir? 35'i 5'e böləcəm 7 eləmiş olacaq. Deməli, birincisi 1 saata 5 hissə iş görə bilir. İkincisi isə 1 saata 7 hissə iş görə bilir. Bəs ikisinə bir yerdə nə qədər iş görəcəklər? 12. Onda bu 35'i nə vaxta görərlər? 35'i də gətirib böləcəm 12'yə. 12'də 35 saat almış olacağım. Saatla tapacağım. Amma məndən soruşur ki, neçə dəqiqə görərlər? Saatdan dəqiqə çevirməliyəm. Saatdan da dəqiqə çevirəndə 60'a vurmaq lazım idi. Vuracağım 60'a. 60'a da vuranda 60 ilə 12 ixtisara gedəcəklər 5 qalacaq burada. 5'i vuracağım 35'e, bu deyiləcək 175. Deməli 78 nömrəli məsələmizdə düzgün cavabımız olacaq A variantı. Saatına verib dəqiqə ilə istəyir. Biz də dəqiqə çevirmiş olduq buradan. Bu haqda danışmış olduq. Baxaq indi növbəti məsələmizə. 79 nömrəli məsələdə deyir ki, Sadiq bir işi 7 saata yerinə yetirir. Sadiq Ceyhun ilə birlikdə işləsələr, eyni işi 1 saata yerinə yetirdiklərinə görə Ceyhun tək bu işini neçə dəqiqə görər? Baxın, yenə yazıram Sadiq. Burada yazıram Ceyhun. Sadiq bu işi 7 saata yerinə yetirir. Tək işi 7 saata görə bilir. Amma Sadiq ilə Ceyhun ikisi bir yerdə işləsələr 1 saata görə bilirlər. 7 ilə belə ortaq ədəd yeni 7'ni təyin edirəm. 7'ni 7'ye böləcəm 1 eləyəcək. 7'ni 1'e böləcəm 7 eləyəcək. Bax, 7'ni 7'ye böləndə 1 aldığım Sadiqin tək gördüyüdür. 1 saata gördüyü iş 1'e bərabərdir. Sadiq ilə Ceyhunun ikisini bir yerdə gördükləri isə 7'dir. Bax, bu ikisinin gördüyüdür. Bu 7'nin biri kimə məxsusdur? Sadiqə məxsusdur. Bəs Ceyhuna nə qədər qalır? 7'dən 1 çıxsam 6 qalacaq. Bəs bu Ceyhun 1 saata 6 hissə iş görə bilirsə 7'ni nə vaxta görər? 7'ni bölərəm 6'ya. Bu da olacaq tapdığımız saatla tapacağıq biz. Saat. Cavab olacaq 6-7 saat. Amma bizdən dəqiqə ilə soruşur.
Deyir ki, neçə dəqiqə görər? Biz də bayaqki kimi saatdan dəqiqə çevirəcəyik, yəni 60-a vurmalıyıq burada. 60-a da vuranda 6 ilə 60 ixtisara getmiş olacaqlar. Burada qalacaq 10. 7-ni də ona vuracam, 70 dəqiqə eləmiş olacaq. Cavab olacaq E variantı. Bu haqda da danışdıq. Baxaq indi 80 nömrəli məsələmizə. Görək 80 nömrəli məsələmizdə bizə nə deyir? 80 nömrəli məsələdə dedik ki, biri digərinin 4 qatı sürətlə axan 2 kran bir işdə boş hovuzu 4 saata doldurur. Həmin hovuzu yavaş axan kran neçə saata doldurar? Bax, bura birincisini yazsam, burada ikincisini yazsam, buna x desəm, buna 4x demiş olacaq. Biri digərinin 4 qatı ilə axan kranlar var. Bu şəkildə işarələdik. Və bunlar 1 saata, yəni nə qədər iş gördüyünü tapaq, sonra 8 saata görüblər də 8 saata görə nə qədər iş görmüş olacaq. Bunlar bir yerdə ikisinə nə qədər iş görəcəklər? 5x iş görəcəklər. İş gördüklərini toplayaraq x ilə 4x toplasam 5x eləyəcək. 1 saata 5x iş görə bilirlərsə, bəs 8 saata nə qədər iş görəcəklər? 8-i vuracam 5x-a eləyəcək 40x. İş oldu, ümumilikdə 40x-dir. Bəs deyir ki, bu 40x-i yavaş axan, yəni x ilə axan nə vaxtda görəcək? Onda 40x-i gətirib böləcəyik x-a. X-lər islah olunacaq. X-a gedəcək, burada qalacaq yerdə 40. Cavabımız olacaq E variantı. Bu qədər sadə. Bax, birinə x dedim, birinə 4x dedim. Bunların 1 saata gördüyünü tapıram. X ilə 4x toplayıram, 5x elədi. Bunlar 1 saata 5x iş görüblər. Bəs 8 saata nə qədər iş görüblər? 1 saata 5x-dirsə, 8 saata 8 vuraram 5-ə 40x elədi. İş bütövlükdə 40x-dir. Deyir, bəs bu 40x-i bütöv işi yavaş axan özü tək işdə işləsə nə vaxtda doldurar? 40x-də. X-ə bölərəm. Bu deyiləcək 40 saata görmüş olar. Bu haqda danışmış olduq. Baxaq 81 nömrəli məsələmizə. 81-də nə deyir? 51 işin yarısını 4 günə, Səməd isə işi 8 günə bitirir. İkisi bir işdə işləyəndə işi neçə günə görərlər? Bax, yazıram bura 50, burada yazıram Səməd. 50 yarısını 4 günə görsə, bütövünü 8-ə görəcək. Yəni, bir yarısını 4 günə, digər yarısını da 4 günə görəcək, bütöv işi 8-ə. Səməd isə bütöv işi 8-ə görür. Baxıram ki, ikisinin də işləmə müddəti eynidir. Biri digərinə kömək eləyəndə zaman nə olacaq? 2 dəfə azalmış olacaq da. Biri də 8 saat. Yəni, eyni düzdə işləyirlər. Biri 8 saata bitirsə, o birisi də 8 saata görə bilir. Bunlar bir-birinə kömək eləyəndə nə olacaq? Zaman artıq 2 dəfə azalmış olacaq. Demişdik, işçi ilə zaman tərs asılıdır. Biri digərinə köməyə gedir və eyni sürətdə işləyirlər. Demək, nə olacaq? Zaman 2 dəfə azalacaq. Bunu bu şəkildə düşünə bilərəm. Mühakimə yolu ilə bu şəkildə taparım. Cavab olacaq 4. Amma digər qaydada necə həll edə bilərəm? Digər qaydada bu 8-lər ortaq məxrəc ilə 8-dir. 8-8-ə bölsəm 1 eləyəcək. Bu 1 saata 1 hissə iş görə bilir. 8-i 8-ə böləcəm 1 hissə iş verəcək. Bunların ikisini gördüyünü toplayaraq 2 eləyəcək. Və 8-i nə vaxtda görürlər? 8-i də bölərəm 2-yə. Yenə də 4 almış olacaqsınız. Cavab olacaq E variantı. Bu haqda danışmış olduq. Baxaq 82 nömrəli məsələmizə görə 82-də bizə nə deyir? 82 nömrəlidə deyir ki, birinci boru boş hovuzun yarısını 5 saat ərzində doldurur. İkinci boru hovuzu 15 saata boşaldır. İkisi birlikdə hovuzu neçə saata doldurmuş olarlar? Yenə baxıram. Birinci boru var, bir də ikinci boru var. Birinci boru hovuzun yarısını 5 saat ərzində doldurursa, bütövünü 10 saata dolduracaq. İkinci boru isə hovuzu 15 saata boşaldır. 10-15 ortaq ədəd 30-dur. Tutaq ki, hovuzumuz 30-a bərabər olan bir su tutumuna malikdir. Və birincisi nedir bu 30-u? 10 saata doldura bilir. Onda 1 saata nə qədər iş görəcək? 30-u ona böləcəm, 3 eləmiş olacaq. İkincisi isə bu dolu 30-a bərabər olan dolu hovuzu 15 saata boşalda bilir. 1 saata nə qədər iş görə bilir? 30-u 15-ə bölsəm 2 eləyəcək. Bu doldurur, bu isə boşaltmış olacaq. Biri doldurma, biri boşaltma məsələsində nə edirdik? Çıxırdıq. Yəni 1 saata birinci borudan 3-ə bərabər olan su bu hovuza gedəcək. İkisini isə ikinci boru bu boru vasitəsini çölə daşıyacaq. Qalacaq bir hissə iş. Yəni burada yekunda 1-ə bərabər olan su qalmış olacaq. Bəs 30 nə vaxtda qalar? 30-u da bölərsiniz 1-ə, bu da eləyəcək 30. Cavabımız olacaq B variantı. 82 nömrəli məsələdə indi baxaq 83 nömrəli məsələmizə. Görək 83-də bizə nə deyir? 83-də də bizə deyir ki, usta bir işi 6 günə, şagirdi bu işin yarısını 7 günə yerinə yetirir. Onlar bir işdə bu işi neçə günə görərlər? Bax, yenə yazıram usta. Burada yazıram şagirdi. Usta bir işi 6 günə görür.
Şagirdi isə bu işin yarısını 7 günə görür. Yarısını 7 günə görsə bütövünü 14 günə görmüş olacaq. Yarısını 7 günə, digər yarısını da 7 günə görmüş olacaqlar. Və deyir ki, bunların indi hər ikisinə ortaq bir ədəd müəyyən edəcək. Bunların hər ikisinə ortaq bir ədəd 6 ilə 14-də 42 olmuş olacaq. İşi olsun 42. Bu 42-ni usta 6 günə görürsə, bir günə nə qədər iş görür? 42-ni 6-ya bölmüş olsan 7 alacam. Şagir isə bu 42-ni 14 günə görür. Bir günə nə qədər iş görə bilir? 42-ni 14-ə bölsəm 3 eləyəcək. Usta bir günə 7 hissə iş görə bilir. Şagir isə 3 hissə iş görə bilir. İkisinə bir yerdə bir günə nə qədər iş görürlər? 10 hissə iş görürlər. Bəs 42-ni nə vaxtda görərlər? 42-ni də gətirib bölərəm 10-a. Bunlar da 2 ixtisara getsələr, burada qalacaq 21, burada da qalacaq 5. Cavabımız olacaq 5-də 21. Bu da A variantında verilmişdir. Keçək növbəti məsələmizə. İndi baxırıq 84 nömrəli məsələmizə. Boş hovuzun yarısını birinci boru 7 saata doldurarkən, ikinci boru hovuzu 8 saata boşaldır. 2 boru birlikdə açılsa, hovuz neçə saata dolar? Bax, birinci boru nə edir? Birinci boru yarısını 7 saata doldurursa, bütövünü 14 saata dolduracaq. Bir yarısını 7-yə, digər yarısını 7-yə, bütövünü 14-də. İkinci boru isə nə edir? Bütövünü 8 saata boşaldır. Bax, bayaqlar nə dedik? Dedik ki, doldurma zamanı gec, boşaltma zamanı tez olarsa bu hovuz dolmaz. Yəni, düşünün ki, 14 saatın tamamında siz 10 manat pul alırsınız, 8 saatın tamamında da kimsə gəlib sizdən 10 manat alıb aparıb xərcləmək istəyir. Sizcə bu hal baş verə bilər? Gərək 14 saat bitə ki, siz 10 manat ala biləsiniz və verəsiniz ki, kimsə xərcləsin. Bu şəkildə. Artıq nə olacaq? Burada hovuz dolmaz, cavabımız olacaq D variantı. Bu haqda danışdıq, baxaq növbəti. Qısaca, doldurma zamanı geç, boşaltma zamanı tezdirsə, deməli, burada dolmaz. Baxırıq 85-ə. 85-də nə deyir? Vasif bir işi 4 günə, Cəlil isə bu işi Vasifdən 2 dəfə gec görür. İkisi bir işdə bu işi neçə günə yerinə yetirmiş olacaqlar. Yenə yazıram bura. Vasif, burası yazıram Cəlil. Deməli, Vasif bu işi 4 günə görə bilir. Cəlil isə bunu işi Vasifdən 2 dəfə gec. 2 dəfə gec görsə, yəni 8 günə görür. Daha gec müddətə bitirir də 8 günə görə bilir. Daha gec zamandır. Bunların hər ikisini ortaq bir ədəd müəyyən edirəm. Bu 8-dir. 8-i gətirib böləcəm 4-ə. 2 eləmiş olacaq. 8-i də 8-ə böləcəm. 1 eləmiş olacaq burada. Bir günə gördüklərini toplayarım. 3 eləyər. 8-i də gətirib böləcəm 3-ə. Cavabımız olacaq 3-də 8. Bu da D variantında verilmişdir. Bu haqda danışdıq. Baxaq 86 nömrəli məsələmizə. Görək 86-da bizə nə deyir? Hikmət işin yarısını, Elnur isə bütün işi 5 günə yerinə yetirir. İkisi bir işdə bütün işi neçə günə yerinə yetirərlər? Yenə yazıram Hikmət, burada yazıram Elnur. Hikmət yarısını 5 günə görür. Deməli, bütövünü 10 günə görür. Amma Elnur isə bütöv işi 5 günə görür. Onda bunlar ortaq bir ədəd təyin edirəm. Bu 10-dur. 10-u 10-a bölsəm 1 eləyəcək. 10-u 5-ə bölsəm 2 eləyəcək. Bunların 1 saata gördüyünü toplayaram 3 eləyər. Onu da gətirib bölərsiniz 3-ə. Bu qədər rahat. Cavab oldu B variantı. Bu haqda danışdıq. Baxaq növbəti məsələlərimizə. Görək növbətilərdə bizdən nə istəyir. Baxırıq 87 nömrəli məsələmizə. Deyir ki, bir işi 2 fəhlə 12 günə qutarır. Birinci fəhlə bu işi tək başına 18 günə qutarırsa, ikinci fəhlə bu işi neçə günə qutarar? Bax yazıram. Bir işi 2 fəhlə. Bax birinci fəhlə ilə ikinci fəhlə. İkisi bir yerdə 12 günə qutarırlar. Birinci fəhlə isə bunu tək işdə 18 günə görə bilir. Bəs ikinci fəhlə bunu tək işdə nə vaxta görə? 12 ilə 18 ortaq ədəd müəyyən edirəm. Bu 36-dır. 36-nı bölürəm 12, elədi 3. 36-nı bölürəm 18, elədi 2. Bax bu 3 ikisinin gördüyü idi. İkisinə bir günə qazandıqları idi. 3 idi. Bu 3-ün ikisi məxsusdur birincisinə. Yəni bax günün tamamında 3 manat ortalıqda pul var. Bu 3 manat pulun 2 manatı birinci fəhlənin payına düşür. Bəs birinci fəhlənin payına nə qədər düşür? 3-dən 2 çıxsan 1 qalacaq. Deməli birinci fəhlə bir günə, burada zaman vahidi olaraq gün veriblər. Bir günə 1 manat pul qazanırsa, bəs 36-nı nə vaxtda qazanar? 36-nı da 1-ə bölərəm, 36 almış olacaq. Bu da oldu 87 nömrəli məsələmizdə D variantı düzgün cavabımızdır. Bu haqda da danışdıq. Baxaq növbəti məsələmizə. 88 nömrəli məsələmizdə. Deyir ki, bir işi Ceyhun ilə Əli 6 günə görür. Eyni işi Rasim tək başına 12 günə görür. Üçü bir işdə bu işi neçə günə görərlər? Bax, Ceyhun ilə Əli 6 günə görür.
Eyni işi Rasim isə tək başına 12 günə görür. Yenə 6 ilə 12 ortaq edilməyini edirəm. Bu 12-dir. 12-ni 6-ya böləcəm. 2 eləmiş olacaq. 12-ni 12-yə böləcəm. 1 eləyəcək. Bunların bir günə gördüklərini toplayaram. Üçünə bir yerdə 3 manat pul qazanırlar. Bəs 12-ni nə vaxtda qazanırlar? 12-ni də bölərəm 3-ə 4 günə qazanmış olacaqlar. 88-də düzgün cavabımız olacaq C variantı. Bu belə, baxaq indi növbəti məsələmizə görə növbəti məsələdə bizdən nə istəyir? 89 nömrəli məsələdə deyir ki, iki dost bir işi 12 günə qutarır. Onlardan biri tək bu işi 36 günə qutarırsa, digəri eyni işini isə günə qutarır. Bax, iki dost, bu olsun birinci dost, bu da olsun ikinci dost. Ne edirlər? 12 günə qutarırlar. Onlardan biri, yəni birincisi, tək başına bu işi 36 günə görə bilirsə. Yenə 12 ilə 36 ortaq edilməyini edirəm. Bu 36-dır. 36-nı 12-yə böləcəm. 3 eləyəcək. Deməli, ikisinə bir yerdə bir günə 3 hissə iş görə bilirlər. Bəs birincisi isə bu 36-nı 36 günə görür. Bir günə nə qədər iş görər? 36-nı 36-ya bölərim, 1 eləyər. Bax, ikisinə məxsus bir gün olan nə idi? 3 idi. Bu 3-ün biri birinci işçiyə məxsusdur. Yerdə qalan ikisi nəyə məxsusdur? Kimə məxsusdur? İkinci işçiyə məxsusdur. İkinci dosta məxsusdur. Yəni, burada işi görənlərdir də bunlar. Yəni, bax, bir günü tamamında ortaqda 3 manat pul var. Bunun 1 manatı birincisinin payına düşürsə, 2 manat da ikincisinin payına düşür. Deməli, ikincisi bir günə 2 manat pul qazanır. Bəs 36 nə vaxtda qazanır? 36-nı da bölərsiniz 2-yə, yerdə qalacaq 18. Düzgün cavabımız olacaq C variantı. Bu belə, baxaq 90 nömrəli məsələmizə. Görək 90 nömrəli məsələmizdə bizə nə deyir? 90 nömrədə də deyir ki, bir işi usta 4 günə, onun şagirdi isə 6 günə qutarır. İkisi bir də bu işini isə günə görərlər. Yenə yazıram. Usta, burada yazıram şagirdi. Usta təklikdə 4 günə, şagirdi isə təklikdə 6 günə görür. İkisi birlikdə nə vaxtda görərlər, onu bizdən soruşur. 4 ilə 6-yı ortaq edilməyini edirəm, bu 12-dir. 12-ni usta 4 günə görə bilir. Bir günə nə qədər iş görə bilir? 12-ni 4-ə bölsəm 3 eləyəcək. Şagirdi isə bu 12-ni 6 günə görmüş. 12-ni 6 günə görə bilir. Bir günə nə qədər iş görə bilir? 12-ni 6-ya bölsəm 2 eləyəcək. Bəs ikisinə bir yerdə nə qədər iş görə bilirlər? 5 hissə iş görə bilirlər. Bəs 12-ni nə vaxtda görürlər? Onda 12-ni də gətirib bölərsiniz 5-ə, bu da eləyəcək 2 tam, onda 4 almış olacaq burada. Bu da oldu. D variantı düzgün cavabımızdır. İndi baxaq növbəti məsələ. İndi baxaq 91 nömrəliyə. Hovuzu birinci boru 15 saata, ikinci boru 10 saata doldurur. 2 boru 5-də işləsə, boş hovuz neçə saata dolar? Buraya yazıram yeni birinci boru, burada yazıram ikinci boru. Birinci boru 15 saata, ikinci boru isə 10 saata doldurur. 2 boru birlikdə işləsələr, indi gəlin bax, bunları ortaq edilməyini edir, bu 30-dur. Bu 30-u birinci boru 15 saata görür. 1 saata nə qədər iş görür? 30-u 15-ə bölsəm 2 eləyəcək. İkincisi isə bu 30-u 10 saata görə bilir. 1 saata nə qədər iş görür? 30-u ona bölsəm 3 eləyəcək. İkisini bir yerdə soruşmur. Bax, 2 ilə 3-ü toplasam, 1 günə, daha doğrusu 1 saata burada zaman vahid olaraq saat verirlər. 1 saata ikisinə 5 hissə iş görə bilirlər. Bəs 30-u nə vaxtda görərlər? Onda 30-u gətirib bölərsiniz 5-ə, bu da eləyəcək 6. Düzgün cavabımız olacaq 91-də E variantı. Belə, vaxtı danışmış olduq. Baxaq növbəti məsələmizə. Görək növbəti də bizdən nə istəyir? 92 nömrəli məsələmizdə. Deyir ki, birinci boru hovuzu 8 saata doldurur, ikinci boru isə dolu hovuzu 10 saata boşaldır. Bu iki boru eyni anda açılsa, boş hovuz neçə saata dolar burada deyir. Bax, yenə yazıram birinci boru, burada yazıram ikinci boru. Birinci boru hovuzu 8 saata doldurur, ikinci boru isə 10 saata boşaldır. 8 ilə onun hər ikisinə bölündüyü də 40 təyin edirəm. 40 hissə işi. Birincisi 8 saata görür. 1 saata nə qədər iş görür? 48-ə bölsəm 5 eləyəcək. İkincisi isə bu 40-ı 10 saata görə bilir. 1 saata nə qədər iş görür? 40-ı 10-a bölsəm 4 eləyəcək. Bax, bu doldurur deyə toplayıram, bu boşaldır deyə çıxırıq. Bayaqlar baxda danışmışdıq. Yəni 1 saatın tamamında 5 manat pul qazanılır. Bunun ikincisi isə 4 manatına aparıb xərcləyir. Yerdə nə qədər pul qalır? 1 manat. Əgər 1 saata 1 manat pul qalırsa 40 manat nə vaxtda qalacaq? 40-ı da bölərsiniz 1-ə, bu da eləyəcək 40. Cavabımız olacaq 92-də E variantı. Belə, vaxtda da danışmış olduq. Baxaq indi növbəti məsələmizə. Bunları təmizləyək. Baxaq 93 nömrəli məsələyə. Deyir ki, birinci boru hovuzu 6 saata, ikinci boru isə 12 saata doldurur. 2 boru eyni anda açılsa, boş hovuzun yarısı neçə saata dolar? Bax, bu olsun birinci boru, bu da olsun ikinci boru. Birinci boru hovuzu 6 saata doldurur. İkinci boru isə 12 saata doldurur.
Yenə 6 ilə 12 ortaq ədəd 12-dir. Birincisi bu 12-ni 6 saata görür. 1 saata nə qədər iş görür? 12-ni 6-ya bölsəz 2. İkincisi isə bu 12-ni 12-yə görür. 12-ni 12-yə bölsəz 1 eləyəcək. İkisinə bir yerdə 1 saata nə qədər iş görürlər? 3 hissə iş görürlər. 12-ni demir. Deyir ki, bunun yarısını işin yarısını deyir. Hovuzun yarısını. Hovuz da 12 təyin etmişdi. 12-nin də yarısı neçədir? 6-dır. Bəs 6-nı nə vaxtda görərlər? Onda 6-nı bölərik 3-ə. İkisini 1 saata gördüyünə gətirib bölərəm də. Bu da eləyəcək 2. Düzgün cavabımız olacaq B variantı. 93-də düzgün cavabımız olacaq B variantı. Yarısını soruşur burada. Bu belə baxaq növbəti məsələmizə. 94-də. Deyir ki, birinci boru hovuzu 18 saata, ikincisi 8 saata doldurur, üçüncü boru isə dolu hovuzu 6 saata boşaldarsa, onlar üçü də birlikdə işləsə, boş hovuz neçə saata dolar? Birinci boru, ikinci boru, bu da olsun, üçüncü boru. Birinci boru 12 saata, ikinci boru 8 saata, üçüncü boru isə 6 saata boşaldır. 12'ye 8 6'ya bölündə də 24'ü müəyyən edirəm. 24'ü birinci boru 12 saata görürsə, 1 saata nə qədər iş görür? 24'ü 12'ye bölsəm 2 eləyəcək. İkincisi də 8 saata görürsə, 24'ü 8'e bölsəm 3 eləyəcək. Üçüncüsü isə bu 24'ü 6'ya görürsə, 24'ü 6'ya bölsəm 4 eləyəcək. Bunlar doldurur deyə toplayıram, bu boşaldır deyə çıxıram. Üçüncü boru hovuzu boşaldırdı. Bunlar ikisinə 5 manat pul qazanacaqlar. Bunun 4 manatını bu xərcləyəcək. Yerdə nə qədər qalacaq? Bir hissə iş qalacaqdır. Pulla danışaq ki, daha rahat şəkildə başa düşürük də. Burada su olsun, fərqi yoxdur. Nə istəyirsə onu da bərabər eləyə, yəni o adla da adlandıra bilərsiniz. Bəs bir hissəyə iş qalırsa 24'ü nə vaxtda görürlər? 24'ü bölərəm 1-ə. Bu da eləyəcək 24. 94'də düzgün cavabımız olacaq 24. Bu da C variantında verilmişdir. Bu olsun. 94 nömrəli məsələmiz. İndi baxaq 95 nömrəli məsələmizə. 95-də nə deyir? Deyir ki, Orxan ilə Firuz işi birlikdə 4 gündə yerinə yetirirlər. Eyni işi Orxan tək başına 20 günə yerinə yetirirsə, Firuz bu işi tək başına neçə günə qutarar? Bax, Orxan ilə Firuz ikisi bir yerdə işləsə 4 günə qutarırlar. Eyni işi Orxan tək işləsə 20 günə bitirər. 20 ilə 4-ə ortaq ədəd 20 müəyyən edirəm. 24'ə böləcəm 5 eləyəcək, 20-ni 20'yə böləcəm 1 eləyəcək. Bax, 20'ni 4'ə böləndə aldığım 5 nədir? İkisini bir yerdə gördük. Yəni Orxanla Firuz ikisi bir yerdə bir günə 5 manat pul qazanırlar. Aldığım bir nədir? Firuzun bir günə qazandığıdır. Yəni 5 manat ortalıqda pul var. Bunun 1 manatı Firuzun payına düşür. Bəs onda Orxanın payına nə qədər düşür? 5-dən 1 çıxsam 4 düşür. Firuzun yox, Orxanın payına. Firuzun payı 1'dir, Orxanın payı 4'dür. Orxan deməli bir günə 4 manat pul qazanır. Bəs 20'ni nə vaxtda qazanar? 20'ni də 4'ə bölərsiniz. Bu deyəcək 5. 95'də düzgün cavabımız olacaq 5. Bu da B variantında verilmişdir. Bu da belə. Baxaq növbəti məsələmizə. 96 nömrəli məsələmizdə. 96'da nə deyir? A nasosu boş hovuzu 5 saata doldurur. B borusu isə eyni hovuzu dolu ikən 10 saata boşaldır. Hovuz boşkən 2 boru eyni anda açılsa hovuz neçə saata dolar? Bax, A nasosu nə edir? 5 saata görə bilir. B nasos boru. Yəqin ki, nasos yazmaq istəyirlər də. A nasosu boş hovuzu 5 saata doldurur. B isə nə vaxtda görür? B nasosu isə hovuzu dolu ikən 10 saata boşaldır. 10 saata boşaldır. Nə edəcəyik burada? Yenə ortaq bir ədəd müəyyən edirəm. Hər ikisinə 10'dur. Onu 5'ə bölsəm 2 eləyəcək. Onu 10'a bölsəm 1 eləmiş olacaq. Bax, deyir ki, birincisi doldururdu. Toplama yazacağım. İkincisi isə boşaldırdı. Onda 1'in 2'dən 1'i çıxmalıyım. Yerdə qaldı 1. 1 saatın tamamında hovuzda bir hissə su qalacaq. Çünki 2 gelirdi, 1'in isə B borusu istifadə edirdi. Bəs onu nə vaxtda doldurar? Onu da bölərsiniz 1'ə. Bu da eləyəcək 10. Düzgün cavabımız olacaq B variantı. 96'da düzgün cavabımız olacaq B variantı. Bu belə. Baxaq növbəti məsələmizə. 97 nömrəli məsələmizdə. 97'də nə deyir? Boş hovuzu dolduran 2 borudan biri 40 saata, o birisi 10 saata doldurur. 2 boru birlikdə açılsa neçə saata hovuzu doldurar? Bu olsun birinci boru, bu da olsun ikinci boru. Boş hovuzu dolduran 2 borudan biri 40 saata, biri isə 10 saata doldurur. 40 ilə 10'a ortaq ədəd elə 40'dır. 40'ı 40'a bölsəm 1 eləyəcək. Bir isə elə yazaq. 40'ı 10'a bölsəm 4 eləyəcək. Bax, birincisi 1 saata bir hissə iş görə bilir. İkincisi isə 4 hissə iş görmüş olacaqlar. Bəs deyir, ikisi işləsə, bəs bu 40'ı nə vaxtda doldurar? İkisinə bir yerdə 5 hissə iş görə bilirlər. Bəs 40'ı nə vaxtda görərlər? 40'ı da bölərsiniz 5'ə.
Bu da eləyəcək 8. Düzgün cavabımız olacaq 97-də. E variantı. Baxaq növbəti. Baxırıq indi 98 nömrəli məsələmizə. Deyir ki, boş hovuzu dolduran 2 borudan biri 8 saata, o biri 3 saata doldurur. 2 boru birlikdə açılsa, neçə saata hovuzu doldurarlar? Baxın, buraya yazacağım birincisi, burada yazacağım ikincisi. Deməli, biri 8 saata, o birisi 3 saata doldurur. 8-in 3 ortaq edir. Neçə müəyyən edirəm? 24. 24-ü 8-ə bölsəm 3 eləyəcək. 24-ü 3-ə bölsəm 8 eləmiş olacaq burada. Deyir ki, bəs ikisi bir yerdə işləsələr, nə vaxtda görmüş olacaqlar? 1 saata gördüklərimi toplayaram, bu eləyəcək 11. 1 saata, bunlar ikisinə 11 görürlərsə, bəs 24-ü nə vaxtda doldurarlar? 24 bölünsün 11-ə görmüş olacaqlar. Düzgün cavabımız olacaq D variantı. Bu haqda danışdıq. Baxaq növbəti məsələmizə. Baxaq 99 nömrəli məsələmizə. Deyir ki, Aysel bir işi 3 günə, Leyla 4 günə, Nigar isə 5 günə yerinə yetirirlər. Üçü bir yerdə işləndə həmin işi neçə günə qutararlar? Aysel, sonra Leyla, bir də Nigar. Aysel 3 günə, Nigar 4 günə, daha doğrusu Leyla 4 günə görmüş olur, Nigar isə 5 günə görmüş olur. Bunların hər ikisinə ortaq bir ədəd müəyyən edilir. Bunların hər ikisini ortaq bölən ədəd 60-dır. 60'ı bu 3 günə görür. Bir günə 60 bölsün 3, 20 görə bilir. Leyla bu 60'ı 4 günə görə bilirsə, bir günə 60 bölsün 4, 15 isə iş görə bilir. Nigar isə bu işi 5 günə görə bilir. 60 bölsün 5, yəni bir günə 12 isə iş görə bilir. Bəs üçünün bir yerdə gördüyü nə qədərdir? Ona fikir verərik. 27, 47 isə iş görmüş olacaqlar. Üçünə bir yerdə 47 isə iş görə bilər. 20-ni, yəni bunları toplamalıyam da. Toplayalım 47 isə iş görə. Bəs 60-ı nə vaxtda görürlər? 60 bölünsün 47-yə görmüş olacaqlar. Bu da düzgün şəkildə B variantında verilmişdir. Baxaq 100-cü məsələmizə. Bunları təmizləyək. Baxaq 100-cü məsələmizə. 100-də nə deyir? Birinci boru hovuzu 4 saata, ikinci boru 5 saata doldurur. Başqa bir boru hovuzu 20 saata boşaldır. Üçü birdən açılsa, hovuz neçə saata dolar? Buraya yazıram birincisi, buraya yazıram ikincisi, burada yazıram üçüncüsü. Birinci boru 4 saata, ikincisi 5 saata, üçüncüsü isə başqa bir boru isə hovuzu 20 saata boşalda bilir. Bunlar ortaq ədəd. Elə 20-nin özüdür. 24-ə bölsəm 5, 20-ni 5-ə bölsəm 4, 20-ni 20-yə bölsəm 1 eləmiş olacaq. Birinci boru, ikinci boru nə edirdi? Doldururdular. Demək, bunları nə etməliyəm? Toplamalıyam. Bunlar doldururdular. 9, amma bu nə edirdi? Boşaldırdı. 1 saatın tamamında nə edəcək? Hovuzda 9 litr su olacaq, amma bunu 1 litrin digər nə edəcək? Aparacaq. Yerdə qalacaq 8. 8'i qalmış olacaq. 5 ilə 4 toplayıram 9, 1 çıxıram 8. Bəs 20-ni nə vaxtda dolduracaqlar? Onda 20 bölünsün 8'ə doldurmuş olacaqlar. Bunu kəsrlə yazacaq. İxtisar ediblər burada. 20 bölünsün 8 olmuş olacaq burada. Deməli 8-də 20-də ixtisar eləsəm 4'də burada qalacaq 2, burada qalacaq 5. 2'də 5, bu da E variantında verilmiştir.